Diğer bir kadının eri her gün işten eve gec gelirmiş. Kadın bundan şüphelenir. Erinden soruşur ki, bəs niye işten sonra eve gec gelip çıkırsan? Deyir arvad, işte işlerim çok olur, çattıra bilmirəm, ona göre gec gelirəm. Nəsə kişinin bu cavabı arvadı qane eləmir. Arvad kişiden şüphelənir ki, nəsə var burada və bunu güdmək qərarına gəlir. Səhəri günü işdən çıxmamışdan qabaq gedir ərinin iş yerinə, başlayır ərin güdməyə. Görür, aha, əri işdən vaxtında çıxdı və getməyə başladı. Bu da bunun arxasında ərin izləyə gedir. Görür ki, əri gəldi bir Gecəqondu məhəlləsində bir evə girdi. Bu lap daha əsəbləşir, əmin olur ki, bu kimlənsə gəzib edir. Ərindən qabaq gəlib çıxır evə, evdə ərin gözləyir, əri nəhayət gəlib çıxır evə, yenə ərindən soruşur ki, niye gecikmişsən yenə? Deyir arvad, sənə deyirəm axı, son vaxtlar işlərim çoxalıb həddindən artıqdır, çatdıra bilmirəm, ona görə işdən sonra qalıb işlərimi görürəm. Arvad 100% başına qoyur ki, hə, bunun əri bunu alladır, bu kiminləsə gəzir. Ona görə başındaki axmaq fikirləri yerinə yetirmək istəyir. Səhəri günü ərinin silahını götürüb qoyur çunkasına, iş yerinin gününün sonuna yaxın gedir ərinin iş yerinə. Gözləyir, əri işdən çıxır, yenə başlayır, görür ki, əri getdi həmin istiqamətə. Bu da bunun arxasında gedə-gedə başında min cür fikirlər dolanır, ərindən qisas almaq fikrinə gəlir. Görür, yenə əri getdi, girdi Gecəqondu məhəlləsindəki həmin evə, örtdü qapını. Gəlir hisslə qapını sındıraq şəkildə gözləməyə başlayır. Əri gəlir, qapını açır, arvadın görəndə çaşqın halda qalır. Arvad içəri keçmək istəyir, əri buna mane olur ki, yox, sən içəri keçmədinə. Deyir, yox, keçəcəm. Deyir, yox, sən içəri keçmədinə. Arvad sumkasını açır, silahı çıxardır, deyir, çəkil yolumdan, mən hökmən içəri keçəcəm. Bəli, əri çəkilir kənara, arvad keçir içəri. Arvad keçir içəri, yataqdakı qoca qarının qaynənəsi olduğunu görəndə çaşqın halda qalır. Kişiyə deyir, mən elə bilirdim, bəs sən bu anı qocalar evinə qoymuşdun axı. Bu burada nə gəzir? Deyir, hə, mən neyniyim? Anamı sən evdə görmək istəmədin. Qardaşlarım da heç biri anama sahib çıxmadılar. Mən çıxılmaz vəziyyətdə qaldım. Anamı apardım, qoydum qocalar evinə. Amma anam mənə elə baxışlarla baxırdı ki, mənim ürəyim buna dözmədi, vicdanım yol vermədi. Anamı qocalar evində saxlaya bilmədim. Gəldim ona bir burada ev tutdum, onu burada yerləşdirdim. Hər gün səhər tezdən gəlirəm, onun təmizliyin, ehtiyaclarını görürəm, gedirəm işə. İşdən qaydanda da yenə gəlirəm, anama baş çəkirəm, onun ehtiyaclarını görürəm, yeməyin, çayın,
təmizliyin eləyib evə qayıdıram. Mən başqa çıxış yolum yox idi. Bəs mən nə etməli idim? Mən məcbur qalıb bu cür anama baxmağa məcbur oldum. Nə sən anamı evdə görmək istəmədin, nə də qardaşlarım anama yiyə durmadı. İndi qardaşlar, xoş o oğlun halına ki, o da anasını atmayıb. Nə qardaşları, nə yoldaşı anasına yiyə durmadığı halda, o ana zəhmətin bitirməyib. Anasının qulluğunda dayanmağa özünə borc bilib və o əməli yerinə yetirib. Allah qarşınıza xoş insanlar çıxarsın. Belə arvadları heç vaxtı evinizə qismət eləməz. Xoş niyyətli qardaşlarınız olsun. Hər biri ailə qədrini bilən olsun. Diqqətinizə görə çox sağ olun.